Baxın görün Prezident İlham Əliyev Milli Məclisə hansı əxlaqda olan insanları təyin eləyir. Baxın görün parlamentdə bu xalqı kimlər təmsil eləyir. Faciədir. O deputat Bəhruz Məhərrəmov deyir ki, bu dövləti Heydər Əliyev qurub. Rəsulzadə yox ha, Heydər Əliyev. Deputat onu da qeyd eləyir ki, siz nə qədər savadlı olursunuzsa olun, əgər siz Heydər Əliyevçi deyilsinizsə, deməli siz vətən xainisiniz. Deməli siz bu dövləti, bu hökuməti sevmirsiniz. Təsəvvür edirsiniz, deputat Bəhruz Məhərrəmov deyir ki, sizin savadınız heç kimə lazım deyil. Əgər siz Heydər Əliyevçi deyilsinizsə, deməli vətən xainisiniz. Bax beləcə Milli Məclisdə o zillət vəkilləri oturub bu xalqı təhqir eləyir. Hökumət orqanlarından xahişimiz odur ki, kadr seçimində, o cümlədən yüksəliş kimi müsabiqələrdə savad, dünya görüş kimi amillərlə yanaşı Heydər Əliyev ideologiyasına bağlılıq mütləq mənada qiymətləndirilsin. Bu dövləti Heydər Əliyev qurub, Cənab İlham Əliyev bugünkü qüdrətinə çatdırıb, Heydər Əliyevçi olmayan adam nə qədər savadlı olsun, bu dövləti sevə, xalqı üçün faydalı ola bilməz. Bu bizim dövlətçiliyin təməl konsepsiyasıdır. Dövlət qanuni tədbirlərini görür və görəcək. Bu məsələlərdə, o cümlədən bütövlükdə cinayətkarlıqla mübarizə, ictimai qayda, ictimai təhlükəsizliyin qorunmasında prinsipal mövqeyinə görə mən Daxili İşlər Nazirliyinə təşəkkür edirəm. Bu dövləti Heydər Əliyev qurub, Cənab İlham Əliyev bugünkü qüdrətinə çatdırıb, Heydər Əliyevçi olmayan adam nə qədər savadlı olsun, bu dövləti sevə, xalqı üçün faydalı ola bilməz. Eşitdinizmi? Deputat Bəhruz Məhərrəmov bu xalqı necə təhqir eləyir? Görürsünüz, İlham Əliyevə hansı əxlaqda olan deputatlar lazımdır. Hörmətli izləyicilər, vicdanını, şərəfini itirən bu deputata nə sözünüz varsa yazın gəlsin.